Gəlin belə bir maraqlı sualın izahına baxaq. Sualda deyir ki, 9n kubu bu 4 rəqəmlə də bərabərdirsə, n hasilini tapın. Buradan n kubunu tapmağa çalışsaq, gördüyünüz bu 4 rəqəmli ədədi bölməliyik 9-a. Və şərtdə də bizə demişdik ki, n natural ədəddir. Onda belə çıxır ki, bu 4 rəqəmli ədəd 9-a qalıqsız bölünməlidir. Bunun üçün də biz 9-u bölünmənin əlamətini tətbiq etməliyik. Yəni, rəqəmlər cəmi 9-a bölünən ədəd olmalıdır. Bu da eləyir m üstə gəl 17. İndi fikirləşirik, 17-nin üstə neçə gəlsək 9-a bölünən ədəd alınır. 1 gəlsək 18 eləyər və 9-a bölünən ədəd alınır. Demək, m oldu 1. Ondan sonra yazırıq. n kubu bərabərdir. 1944, m-in yerinə 1 yazdıq. Bölək 9. Onda n kubu bərabərdir 216. 216 da nəyin kubu olar? 6-nın. N oldu 6, m oldu 1. Bunların hasilini soruşur. Bu da eləyər 6. Cavab E variantı. Əgər siz də yeni tədris ilinə güclü baza ilə başlamaq istəyirsinizsə, yay dərslərimizə qoşula bilərsiniz. Ətraflı məlumat üçün və dərslərə qoşulmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlayın.